Tarixən günəşə, aya sitayiş edən udinlər 4-cü əsrin əvvəllərində xristianlığı qəbul ediblər. 313-cü il udilər tərəfindən xristianlığın qəbul edilməsi tarixi sayılır. Bu tarixdə Alban çarı Urnayr xaç suyuna salınma adətini qəbul etmiş və xristianlıq Qafqaz Albaniyasının rəsmi dininə çevrilmişdi. Qafqaz Albaniyasının əhalisinin xristianlaşma dövründən başlayaraq udilər Alban kilsəsinə mənsubdur. Başqa xalqlar kimi xristianlığı qəbul etdikdən sonra udilər yeni xristian ayinlərlə bərabər köhnə adət və ənənələri qoruyub saxlayıblar. Məsələn, evlərdə sönməz ocaq saxlamaq atəşpərəstlikdən qalmış bir ənənədir. Udi xristianlar tez-tez dualarını aya göndərirdilər və öz dinini saxlayan Qafqaz Albaniyasının yeganə xalqıdır. Udinlər Qafqazın qədim sakinlərindəndir. Dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilib. Udinlər özlərini Uti adlandırırlar. Şərqi Qafqazda ən qədim xalqlardan biri Udilər Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nij qəsəbəsində yaşayırlar. Udilər eləcə də Rusiyada, Gürcüstanda, Qazaxıstanda, Ukraynada və başqa ölkələrdə məskunlaşıblar. Udi dilinin 3 dialekti var. Oğuz, Nic, Oktombiri. Nic dialekti də öz növbəsində 3 hissəyə bölünür. Aşağı, aralıq və yuxarı. Belə ehtimal var ki, bu hissələr özləri də Tovuz rayonu, Kirzan kəndi və Qarabağdan olan müxtəlif udin qruplarına uyğun olaraq ayrı-ayrılıqda dialektdir.
Bu tayfalar sonradan əsrlər boyu yaşadıkları ərazilərdə ermənilərin məskunlaşdırılması nəticəsində Nij və Oğuz ərazilərinə köçüblər. Udilərin ulu babaları Qafqaz Albaniyası tayfalarından biri olan Utilər olub. Udilərə aid ilk məlumat hələ 2500 il bundan əvvəl verilib. Bu etnosun əcdadları olan Utilər haqqında Eradan əvvəl 5-ci əsr Yunan müəllifi Herodotun tarix əsərində məlumat var. Eradan əvvəl 1-ci əsrdə yaşamış Strabonun coğrafiya əsərində Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatında Utilərdən danışılır. Udi sözünə termin kimi ilk dəfə Böyük Plininin həqiqi tarix əsərində rast gəlinir. Utilər haqda daha ətraflı 8-ci əsrdə yaşamış Moisey Kalankatuklu'nun Alban tarixi əsərində məlumat verilib. O özünü Uti tayfalarına aid edir. O aranda 26 Alban tayfalarının olması haqqında məlumat verir. Udilər Qafqaz Albaniyasının yaradıcısı olan 26 tayfadan biri olmaqla, həm də Qafqaz Albaniyasında başlıca rol oynayan tayfalardan biri idi. Ona görə də Qafqaz Albaniyasının paytaxtları Qəbələ və Bərdə Udilərin tarixən yaşadığı yerlər olub. Bölgənin ən qədim etnoslarından olan Udinlərin un, süd, ət və bitkilərdən hazırlanmış yeməklərdən ibarət özünə məxsus mətbəx var. Daha çox isə Udinlər bitki və tərəvəzlərdən hazırlanmış xörəklərə üstünlük verir. Bütövlükdə isə Udin mətbəxində adi və mərasimlər üçün nəzərdə tutulan 60 cür xörək var.
Udinlər azsaylı olsalar da çox mərd və ənənələri sadiq xalqdır. Onların çox maraqlı toy mərasimləri keçir. Dünyada təxminən 8-9 min udin yaşayır. Onların da əksəriyyəti Azərbaycan ərazisində məskunlaşıb və buranı özlərinin tarixi vətəni hesab edirlər.